sir açacağım. Düşünürəm ki, artıq bunun zamanıdır. Elmə görə insanoğlu zərrələrdən və zərrəciklərdən yarandı. Hətta insan özü yaradandır, yaradıcıdır. Lakin bunu deməyə qadağa qoyulub. Hətta sosial şəbəkələr bu mövzuları silir, elm-bilim adamlarını silir. Çünki dinlərdən, saxta, uydurma dinlərdən milyonlarla pullar yığılır. Yəni biznes kimi, ikinci neft kimidir, bir din özü də. Ona görə bu kimi elm adamları silinir ya da bir mənalı əngəllənir. Heç kim çıxıb deyə bilmir ki, insanoğlu zərrələrdən və zərrəciklərdən yaranıb və insan özü yaradandır. Dünyanı şəkilləndirəndir, qurandır, o yaradıcıdır. Xeyr, bəzi dini mənbələrdə belə dərslər keçirir ki, insanoğlu quldur, Allahın quludur, köləsidir. Yaradıcılıq sadəcə Allaha məxsusdur. Sən sadəcə bu dünyaya ibadət etmək üçün, cənnəti qazanmaq üçün gəlmirsən, sən Allahın qulusan, köləsisən. Yaratmaq isə Allaha məxsusdur. Sizə biz quluq, köləyi yoxsa yaradıcıyıq? Necə düşünürsünüz?